Yox, lazım deyil. Lazım deyil, Oktay. Üzr istəyirəm. Bağışla məni. Amma mən heç başa düşmürəm ki... Niyə də başa düşməlisən? Gəlmişdim ki, səni görüm. Anadan olan gününü təbrik edim, vəssalam. Çox sağ ol. Ancaq, sən demə ad günün sabahdır. Sabahsa... uzaqlarda olacağım. Qala bilməzsən? Yox, mənası yoxdur. Sabah dostların gələcək. Bizim dostlarımız, amma indi onlar yalnız sənin dostlarındır. Zarafat deyil, gör neçə il keçib üstündən. Yəqin heç məni tanımazlar. Sən Allah bırak bu sözləri. Ne üçün qanımı qaraldırsan? Yaxşı, sabah kim gələcək yanıva? Arif, Şəfiqə, Rauf? Yox. İndi biz bir-birimizin ad gününə getmirik. Keçmiş günləri unutmuşuq. Əsasən indi iş yoldaşlarımızla görüşürük. Sabah gələn olsa yəqin ki, emalatxananın işlərindən olacaq. Sənin yeni dostların, kollegaların, yeni həyatın. Təkcə mən keçmişdən gəlmişəm. Təyyarənin vaxtına nə qədər qalır? Bir akşam taksiden düşüp payıza bilmedik